Hey guys, bugün mövzumuz bu qədər kitabdır. Spoilersız bacardığım qədər bunlardan danışmağa çalışacağım. Neyse. Guys, bugün sizə bu qədər kitabdan spoilersız bəyənib bəyənmədiyimi və mövzularını, hansı kitabları bəyənmiş ola bilərsiniz ki, bunları bəyənəsiniz, bunlardan danışacağıq və getdik. Bu mənim bu il oxuduğum kitablardır. Sadəcə səhv eləmirəmsə birini keçən il oxudum. Yəni keçən il deyəndə 24-ün sonunda. Nəysə, getdik. Deməli, keçən ilin sonunda oxuduğum, amma həmişəlik belə favım olacaq bir kitab. Həmişəlik favım. Nəysə. Yoko Ogawa'dan Hafıza Polisi. Belə, Hafıza Polisi distopiyadır. Bir var utopiya, bir var distopiya. Utopiya odur ki, gələcəyə ümidlə baxmaq, gələcək yaxşı olacaq və s. Distopiya isə bunun əksi olaraq yaxşı bir dünya yox, bizi pis bir dünyanın gözlədiyinin təsviridir. Nəysə, gözəl formada distopiyanın izah olunmasını mən düşünə bilmirəm də. Çox yaxşı izah olunub. Deməli, mövzu nədir? Hər gün və yaxud da həftədə neçəsə dəfə hər hansısa bir şey yox olur. Məsələn, lampa yox olur, şam yox olur, kitablar yox olur və insanlar bu yoxluğu artıq şey eləyirlər, qəbullanırlar və unudurlar. Qəbullandıqları üçün unudurlar. Həmişə unutmaq nədən irəli gəlir? Qəbullanandan sonra ikinci etap unutmaqdır, neysə, fərqi yoxdur, hər nəyi. Burada da mövzu odur. Qəbullanırlar və qəbullanmaq da onların unutmağına gətirib çıxardır. Belə, mövzu budur və onlar heç biri belə o şeyə səs çıxartmır deyə sonu o qədər qəribə gəlib çıxır ki, yəni yox oluşun başqa bir formasına gəlib çıxır. Hansı ki, insanlar səs çıxartmadıqları üçün hər şey yox oldu və sonda da belə bir şey olur. Belə, bunu mən bu kitabı daha çox şeylə, George Orwell'ın əgər 1984 romanını bəyənmişsinizsə, bunu da bəyənərsiniz deyə düşünürəm. Bəyənməmişsinizsə bunu da bəyənməzsiniz bəlkə də. Amma ab-havası eynidir. Hardasa eyniliklər təşkil eləyir. Amma fərqlidir. Belə. Daha sonra Toshikazu Kawaguchi'dən Kahve Soğumadan Öncə. Bildiyiniz kimi ya da bilmədiyiniz kimi bu kitab 4 hissədən ibarətdir. Bir-birindən fərqli hissələrdir. Amma mövzu, söhbət eyni yerdə baş verir, eyni məkanda baş verir. Bu da bir kafedir. Kafeyə gedirsiniz və hər hansısa bir dövrünüzə, hər hansısa bir dövrə qayıtmaq istəyirsiniz, kimlənsə görüşmək istəyirsiniz və s. Və amma iki dənə şərt var burada. Birincisi, həmən görüşmək istədiyiniz insanda nə vaxtsa bu kafedə olmalıdır. Yəni, nə vaxtsa bu kafeyə gəlmiş olmalıdır. İkincisi, kofe sizə süzürlər və o kofeni soyumadan əvvəl bura qayıtmalısınız. Yəni, bu dünyaya qayıtmalısınız. Orada var, hansı üsulla qayıtmalıdır. Əgər qayıtmasınız bu dünyaya, o dünyada məhkum olacaqsınız bir ruh kimi. Belə. Bunun mən birinci hissəsini oxumuşdum, çox bəyənmişdim, dəhşət bəyənmişdim. Bir gün içində oxumuşdum, neçə saat bilmirəm, çox maraqlıdır. Amma təəssüf ki, bu hissəsini, ikinci hissəsini bəyənə bilmədim çox da. Mənə qarışıq gəldi ya da birinci hissəsini o qədər çox bəyənmişdim ki, bunu bəyənə bilmədim. Belə. Amma yenə də yaxşıdır, yəni maraqlıdır. Bir neçə insanın hekayəsi olur, bir neçə insan gəlir və siz baxırsınız ki, kim nəyi dəyişmək istəyərdi, yoxsa mən nəyi dəyişmək istəyərdim, mən o vaxtda gedib kimlə görüşmək istəyərdim, kim dəyərdi də bu görüş üçün. Belə, maraqlı, insanın özünə də sual verdirəcək formada olan bir kitabdır. Belə. Daha sonra, elə Yaponlardan da davam eləyək. Ogai Mori, Yaban Kazı. Çox bəyəndiyim kitab oldu, çünki Yapon əsərlərinin, Yapon ədəbiyyatından fərqi yoxdur. Nə oxusaz da, Yaponların qəribə bir mistik belə ab-havası olur. O rahatlıq olur. Döyüş səhnəsi olsun, sevgi səhnəsi olsun, fərqi yoxdur, nə olur olsun. O rahatlıq, o şeyin içi, o atmosferin rahatlığından danışıram. Burada belə əriyib baxırsınız və oxuduqca oxuyursunuz. Bu əsərin bəhs olunduğu dövr hardasa geyşaların olduğu bir dövrdür və geyşalar bildiyiniz kimi sevə bilməzlər, sevgili ola bilməzlər, kimlərlənsə və s. belə. Və həmən dövrdə geyşaya aşiq olan bir oğlandan danışılır.
bəs sizcə Geisha ona nə cavab verir və onu sevirmi? Yaxud da onların sevgisi necə olur? Bunlardan danışır. Çox belə qəşəng, rahat, başınızı belə dincəldib, heç nə fikirləşmək istəməyəcəyiniz, beyninizi yormadan oxuya biləcəyiniz, amma həm də təsirli ola biləcək bir mövzudur, bir kitabdır. Məncə bəyənərsiniz, bilmirəm. Əgər bu rahatlığı, əgər beyninizin yorulmamağını istədiyiniz bir dövrdəsinizsə, ya da oxumaq istəyirsinizsə, elə. Sonra Charlotte Perkins Gilman'dan Qadınlar Ölkəsi. Qadınlar ölkəsi belədir ki, biz də özümüz fikirləşməsək də ətrafımızda və ya da bir dəfə də olsun bu şeyi eşitmişik ya da oxumuşuq ki, insanlar deyir ki, qadınlar ölkəni, dünyaları, nə bilim də, ölkələri idarə eləsəydi, sülh olardı, yaxşı olardı, belə olardı, falan olardı. Və hər kəsə doğrudan maraqlıdır ki, doğrudan necə olardı? Bütün dünyadakı bütün prezidentlər ya da idarə edicilər qadınlar olsaydı necə olardı? Çünki bunu həm də bağlayırlar ki, ailəni qadın idarə edir və s. belə. Biz bu kitabda Qadınlar Ölkəsində məncə bu teoriyanı çürüdə bilirik ki, doğrudan necə olarmış ya da bu yaxşıdırmı və s. Bunları bu kitabda bu kitabı oxuyub həll eləyə bilirik ki, necə olurmuş, necə olarmış. Belə maraqlı bir kitabdır. İki kişi kəşfiyyatçı, yəni kəşfiyyatçı necə? Yəni kəşf eləyirlər hər hansısa bir yerləri. Qadınların ölkəsini kəşf eləyirlər və orada qadınlar onları tutur və orada görəcəksiniz ki, onların başına nə gəlir, onlar necə dərs çıxardırlar bu şeylərdən. Belə. Məncə yaxşı bir kitabdır, amma çox bəyəndim deyə bilmirəm. Bəyənmiş ola bilərəm, amma çox da bəyəndim deyə bilmirəm. Belə. Oy. Gələk günün, ilin, nə bilim, neçə ilin ən belə kitabına, hansı ki, məncə bu kitab hər kəsin kəşfetini, hər kəsin bütün sosial şəbəkələrini işğal eləyən, istila eləyən həmən o kitab. Məncə kitabdır. Yəni heç olmasa bir dəfə də olsun sizə maraqlı olub ki, görəsən doğrudanmı bu yaxşıdır? Görəsən doğrudan bu nədən danışır? Adam spoiler da yemək istəmir. Mövzusunu oxuyub heç nə arxasından başa düşmək də olmur. Belə, mən indi sizə spoiler vermədən danışmağa çalışacağam ki, bu nədir və mən bunu neçə ildir oxumaq istəyirəm və mən bunu bəyəndimmi? Sümü üçün. Yanagihara. Bilmirəm. Dəyərsiz bir həyat. Orijinal adı A Little Life. Onsuz da, yox, orijinalda bəlkə müziği fərqli, neysə. Bu kitab, deməli, postillərim çox azdır, cəmaatda doludur, burada yer yoxdur. Mən dedim, ilahi, bu necə bir kitab, deyirdim daha doğrusu, neçə il deyirdim, axırda aldım. Görüm, necə bir kitabdır bu. Ay, söhbət 4 dənə oğlanın dostluğundan gedir. Bu 4 dənə oğlandan biri, amma bu qaqaş əsas obrazdır. Və söhbət bu qaqaşın uşaqlıqdan bəri cinsi zorakılığa məruz qalmasından gedir. Və bunun onun həyatına necə təsir eləməsindən gedir. Və bu qaqaş belə bir cinsi zorakılıqlara məruz qalır, amma həm də sonradan həyatı çox yaxşı formada dəyişir, çox yaxşı təhsil, çox yaxşı karyera həyatı qurur özünə, hər birində çox belə uğurlu olur və s. Amma həmçinin özünün özünə verdiyi bəzi cəzalar, bəzi əzablar da var burada. Bəlkə də bu kitab, mən açıq da, bu kitabda bu söhbət hər hansısa bir qadınla bağlı, qızla bağlı olsaydı, mən ölərdim bunu oxuyanda. Yəni ölərdim həqiqətən. Ağlamaqdan ölərdim, belə ölməzdim. Amma bilmirəm, oğlanın başına gəlib deyə və sonrasında göstərir. Bu oğlan sevgi həyatında da uğur qazanmır, uğursuzluqlar olur və s. və bu o keçmişdəki travmalarına dayanır və bu söhbətlərdə. Ona görə çox da təsir eləmədi mi deyim, nə deyim? Ay, yazıq mən. Bura qaqaşa necə nifrət elədiyimi yazmışam. Bu qaqaşa. Nifrət olunası bir obrazda eləsin, çox yazıqlı, nə bilim nə obrazda, amma
buna. Belə çox belə özünü nəsə apar, belə aciz falan bu formadadır. Sonradan təbii ki, adam utandırır ki, yəni buna görə bu belə davranır falan. Amma nəysə, bu mənim rekordumdur. Bu boyda kitabı mən deyəsən 13 ya 14 günə, yəni 2 həftə oxumuşam. Bəlkə mənim rekordumdur. Bəlkə siz 5 günə, 10 günə oxursunuz. Nəysə, belə bir şey. Yəni nifrət eləyə prosta oxuyurdum ki, görə nə olur? Sonra nə olur? Bunu bəyəniblər deyə sizə yazıcı bu kitabı oxutdurur. Bəyəndimmi? Ən sonunda ağlamışam. Bu arada hamı hıçqıra ağlayır, belə videolar, belə şeylər, belə rəylər. Ən sonunda ağlamışam. Son 2 səhifəsində ağlamışam. O da oxusaz biləcəksiniz ki, niyə, ya da oxumusunuzsa bilirsiniz ki, niyə. Mən biraz o formada duyğusal yanaşıram bu şeylərə. Nəysə. Hoşum belə. Bu qaqaşdan gedir söhbət. Və mən çox da bəyənməmişəm. Oy. Moyan, ölüm və yaşam yorğunu. Mən bu kitabı böyük şeylərlə almışdım, ümidlərlə almışdım. Bəlkə də düzgün zamanında oxumamışam. Çünki bunu oxumağa başlayanda ürəyimdən keçmədi ki, davay, bunu oxuyum. Prosta dedim ki, oxuyum da bu ara. Eləyib oxudum və mən bunu yarımçıq qoymuşam. Nə vaxtsa ümid edirəm ki, mən bunu bitirərəm. 500-cü səhifədə qalmışam. Bu da 933 səhifədə, nəsə 500 neçədəsə qalmışam. Deməli, söhbət burada bir insan ölüb. Bu artıq gözünü o biri dünyada açır və biz görürük ki, o biri dünyanın başçılarına belə deyir ki, mən səbəbsiz yerə ölmüşəm. Ona görə siz məni yenidən diriltməlisiniz, yenidən yaşamalıyam mən, öz ailəmin yanına getməliyəm, ailəmi görmək istəyirəm və s. Onlar da, oranın böyükləri də bunu dirildirlər. Amma necə? Bunu hər dəfə dirildəndə bunu alladıb, hansısa bir heyvan formasında dirildirlər onu. Və bu da hər dəfə, bu spoiler deyil, bu da hər dəfə gedir, düşür öz ailəsinin yanına. Yəni heyvan kimi olsa da onlar onu tapır və gedir onlarla yaşamağa. Və biz burada görürük ki, Çin əsərlərinin bir çoxu böyük məmələr və iri kalçalar belə bir kitabları idi. Moyan idi mı elə deyəsən? Deyəsən Moyan idi o da. Keçmiş dövrlərindən danışanda, bu hansı dövrdür? Bizim kolxozla məncə eyni eləmək olar da, səhv eləmirəmsə. Hər hansısa bir insanın sahəsi var. Dövlət də deyir ki, o sahəni ver mənə, işdə orada nə istəyirsən qazan, hər kəs ortaq qazanmalıdır. Ayrıca qazanmaq olmaz, icazə yoxdur və s. Burada da həmən illərdən, həmən söhbətlərdən gedir Çinin dövründə. Və Çin yazıçıları şey eləyirlər. O dönəmi, o dövrün, o şeylərin, o qayda qanunu ailə içərisində, ailə formasında da göstərirlər. Ailəni də qatıb həmən şeylərə göstərirlər. O idarəçiliyi, o dövlət idarəçiliyini, o qayda qanunları. Yəni daha çox ailə ilə də izah eləyirlər həmən vəziyyəti. İzah eləyə bildim məncə. Burada da eyni formadadır və mən biraz sıxıldım. Çox belə təsvirlər idi. İncə təsvirlər, çox belə nə bilim nə təsvirlər. Ona görə yoruldum. Yarımçıq qoydum. Oxumadım. Ondan keçdim başqa bir kitaba və onu bitirdim. Demək ki, problem məndə deyil. Sonra mənim bu aylarda, bu ay bitirdim elə, bu ay bitirdim. Vigdis soyadını oxumuram, çünki onsuz da adını da məncə səhv oxumuşam. Norveç əsərdir, norveçlilər adları başqa cür tələffüz eləyirlər. Vigdisdən Miras. Bu əsəri oxudum. Bu romanı oxudum və çoxlu postillərim var. O qədər yaxşı təsvir eləyib ki, hər şeyi, o qədər o atmosferi hiss eləmək olur, bilmirəm. 50 yaşında bir qadındır, başrolda, əsas obraz. 4 bacı qardaş belədirlər də və miras qalır bunlara. Biz oxuyanda bir neçə eləyir ki, Norveçdə də miras davası gedir, amma bu belə bir şey deyil. Bu qız, bu qadın 50 yaşı var artıq, öz nəvəsi var, amma uşaqlıqda bu da cinsi istismara məruz qalıb və onun ailəsi bu cinsi istismarın üstünü bağlayıb. Bu yaşa qədər bu qız nə qədər çabalasa da, yəni kömək eləmirlər, ya deyirlər ki, sən uydurursan, sən şey eləyirsən, amma bilirlər də ki, doğru deyir bu qız. Və bu qız da buna görə mübarizə aparır, buna görə nə bilim nələrsə olur falan, amma
yəni ailə ilə bağlı bir şeydir. Ailəyə olan ailəyə olan o nifrət, ailənin uşaqların arasında yaratdığı o uçurumlar, bacı, qardaş, bu şeylərin, bu bağlardan danışır. Çox maraqlıdır, həqiqi çox. Bəlkə də mən izah elədiyim yəni ki, mən izah eləməyə çalışdığım forma maraqlı olmadı, amma şans verməlisiniz. Çox azdır onsuz da və çox tez bitirmək olar. Bu mirasın arxasında yəni tamam böyük bir hekayə durur. Yəni təkcə söhbət miras söhbət deyil. Çox böyük və qaranlıq bir şey durur. Hansı ki, kitabın irəlilədikcə oxuyub başa düşürsünüz ki, niyə qız özü deyir ki, belə oldu deyə mən bunu eləyirəm. Şimdi belə. Məncə bu bir çoxumuza tanış hekayədir, bir çoxumuzun dilə gətirə bilmədiyi şeylərdir. Bəlkə də olub, bəlkə də olmayıb. Cinsi istismar çünki elədir ki, heç kəsə demək olmur. Və deyilən zamanda kimsə günahkar çıxır, deyən adam daha çox günahkar çıxır, nəinki eləyən adam və biz görürük ki, təkcə bu cəmiyyətdə yox, digər cəmiyyətdə də belədir. Örtbasdır eləmək daha asan gəlir insanlar üçün. Belə. Əgər həssaslığınız varsa oxuya bilərsiniz, yoxsa da oxuyub tanış ola bilərsiniz ki, insanlar niyə həssasdır bu mövzularda. Belə. Və əgər siz Rachel Cusk'ın digər ev kitabını oxumusunuzsa, orijinal adı Another Place. Bunu oxumusunuzsa, eyni deyil. Cinsi istismardan söhbət getmir, mirasdan söhbət getmir, heç nə. Yəni, tamamilə fərqli mövzulardır, tamamilə fərqli yazarlardır. Amma əgər oxumusunuzsa, ab-hava olaraq, nə bilim, nəsə olaraq dəhşət eynidir. Mən hətta getdim, baxdım, gördüm ki, yox da başqa adamdır yazan. Bunu mən bu il oxumamışam, 2-3 il əvvəl oxumuşdum. Çox az, çox neçə səhifə deyim, oxuyun. Yəni 100 neçəsi səhifədir, 131-132. O qədər yaxşı bir kitabdır ki, başucu kitabı kimi, amma mənim xasiyyətimə təbii ki, bilmirəm, bəlkə sizin üçün heç nə ola bilər. Ümumiyyətlə, bunu hər dəfə demək istəmirəm ki, zövqlər və rənglər fərqlidir və hər kəs fərqli şeyləri sevə bilər. Mənim məsləhət gördüyümlərim bunlardır. Bilmirəm, şans vermək istəsəz şans verə bilərsiniz. Tamam fərqli kitablardır, tamam. Amma bilmirəm, niyəsə bu mənə onu xatırlatdı, onun ab-havasını xatırlatdı. Üstləri də eyni deyil, nəysə. Çox yaxşı kitabdır. Yəni, bunu bəyənmişsinizsə, nə vaxtsa oxuyub, bunu bəyənə bilərsiniz, bunu bəyənmişsinizsə, bunu bəyənə bilərsiniz, heç birini oxumamısınızsa, oxuya bilərsiniz. Hər biri az səhifəli və çox təsirli kitablardır. Belə. Və mənim hal-hazırda oxuduğum kitab Mahbud Seraji Tehranın damları. Ümumiyyətlə, mənim Tehran, Kabil, Əfqanistan, bu yerlərə olan marağım, bu yerlərin hekayələrinə olan marağım məncə heç vaxt bitməyəcək. Nə vaxtsa da oxuyub, yəni narazı qalmayacağım məncə bu şeylərdən. Bu Tehranda baş verir söhbət, bildiyiniz kimi, İranda. Bizim də nə ağlımıza gəlir? Təbii ki, o ölkələrdirsə sevmək və sevgidirsə o ölkələrdə qadağalar. Bu qəribə bir təzaddır. Etiraz dövrü ərəfəsinin hekayəsidir həm də. Necə əvvəl İranlılar başı açıq gəzmə. Məsələn, burada başı açıq gəzməkdən söhbət gedir. Artıq devrimdən o etirazlardan sonra görək nələr olur. Məncə başı bağlı hissələrə keçiləcək. Mən 400 səhifədir, mən 106-dayam. Oxuyub bitirib mən çox razı qalacağım. Çünki o qədər qəşəng yazılıb, o qədər rahat, o qədər belə axıcı hekayə aparır özü sizi. Heç bir yəni fokuslanma problemi çəkmirsiniz. Çox yaxşıdır. Belə. Hal-hazırda oxuduğum kitab budur. Sizlə kitabları bitirdik. Çox göründü, amma az oldu. Bu aralar imtahan dövrüdür. Mən də sizə imtahanlarınızda bol-bol uğur arzu eləyirəm. Tez və yaxşı formada imtahanlarınızı bitirəsiniz və oturub bol-bol mütaliə eləyə bilərsiniz, bol-bol filmə baxa bilərsiniz deyirəm. Bunları arzu eləyirəm sizin üçün. Belə. Uğur olsun, xoş mütaliələr. Xoşladığınız kitab oldusa, oxuduğunuz kitab oldusa paylaşın aşağıda bilin. Bəyənmədiyiniz kitab olmuş olsa da yazın bilək. Mən çox az kitabı məncə təriflədim. Bu ikisi və ənlərdən danışırıq. Yəni bu ikisi, bunu da bu il oxumamışam. Bu hələ ki bunlar lap fav olaraq favımdır. Belə. Digərlərini təbii ki oxumağa dəyər. 1000 kitab oxumalısınız ki, bir kitabı tapasınız. Belə bir şey var idi, söz var idi. Nəysə.
o bir kitabınızı tapmaq arzusu ilə. Bay bay. Çox sağ olun.